Anar Ələkbərov Azərbaycanın dövlət və ictimai həyatında nüfuzlu şəxsiyyətlərdən biri olmaqla yanaşı, ölkənin sosial, mədəni və iqtisadi inkişafına verdiyi töhfələrlə tanınır. Azərbaycanın geniş tanınan və qiymətləndirilən xadimlərindən biri olan Anar Ələkbərov, öz fəaliyyəti ilə dövlət idarəçiliyi və ictimai sahədə dərin iz buraxmışdır. Heydər Əliyev Fondunun icraçı direktoru və Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyasının prezidenti kimi geniş miqyaslı layihələrə rəhbərlik edir. Onun həyata keçirdiyi layihələr təkcə Azərbaycanın deyil, regionun sosial-iqtisadi, təhsil və mədəni inkişafına əhəmiyyətli təsir göstərir. 1977-ci il fevralın 5-də Bakı şəhərində doğulan Anar Ələkbərov, uşaq yaşlarından elmə və təhsilə maraq göstərmişdir. Onun orta təhsili Bakıda keçmiş, ali təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat sahəsində almışdır. Ələkbərov daha sonra idarə etmə və beynəlxalq əlaqələr sahəsində özünü inkişaf etdirmişdir. Xaricdə müxtəlif təlimlərdə və təcrübə proqramlarında iştirak edən Anar Ələkbərovun geniş təhsil fonu ona dövlət sektorunda və böyük layihələrdə liderlik etməyə imkan yaratmışdır. Anar Ələkbərov fondun icraçı direktoru olaraq bir çox sosial və xeyriyyə layihələrinin planlaşdırılması və icrasında əhəmiyyətli rol oynamışdır. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr arasında təhsil, səhiyyə, mədəni irsin qorunması və ictimai dəstək sahələrində bir çox iri miqyaslı işlər diqqət çəkir. Xüsusilə Azərbaycanın ucqar bölgələrində təhsilin əlçatanlığını təmin edən yeni məktəb layihələri və təmir-tikinti işləri, səhiyyə xidmətlərinin təkmilləşdirilməsi kimi layihələrdə onun töhfələri danılmazdır.